Salam, hər vaxtınız xeyir olsun. Dəyərli Hind quşu təsərrüfatı səhifəmizin izləyiciləri. Çox saylı tələblərinizə əsasən istədik bu gün sizlər üçün hinduşka düzələrinin baxılması haqqında, baxılması qaydası haqqında sizlər üçün video çəkək hazırlayaq. Siz də baxıb bundan bəhrələnəsiniz. Qeyd edək ki, videoda deyəcəklərimizə əməl etsəniz təsərrüfatınızda ölüm riski çox az olacaq. Bildiyiniz kimi hinduşka düzələri çox həssas heyvandır. Bunlara baxmaq zəhmət tələb eləyir, əziyyətlidir. Lakin düzgün qaydada baxılsa təsərrüfatınızda itki olmaz və çətinlik çəkmərsiniz. Hinduşka cücələri brolyerdə və yaxud ana altında fərq etmir. Çıxdıqda onların bədənində 37,8 dərəcə temperatur olur. Cücələr çıxmadan qabaq biz onlar üçün öncə yer hazırlamalıyıq. Bunların yerlərini belə deyək bruder. Bruderlərdə istifadə etməliyik termostatdan, yəni istiliyi nizamlamaq üçün. Əgər termostat yoxsa əlimizdə baytarlıqdan müraciət edib termometr alıb istifadə edə bilərik. Mütləq şəkildə cücələrin ayaq altı quru olmalıdır. Saman, ot və yaxud aplikadan istifadə edə bilərsiniz. Aplikanın xırda olmamasına diqqət edin. İstiliyi ilk 15 gün 34-36 dərəcə nizamlayacaqsınız. Onların yerində qəti şəkildə rütubət olmaz, külək olmaz. Mütləq şəkildə havalandırma olmalıdır. Cücələr yumurtadan və yaxud inkubatordan çıxdıqdan sonra 24 saat onlara yem, su vermək olmaz, qadağandır. 24 saatdan sonra cücələrinizi mayalandıra bilərsiniz. Yaxşı olar ki, cücə yumurtadan çıxdıqdan 15-17 saat, 18 saat olar. Vaxt keçdikdən sonra hər cücəyə bir ədəd üyüdülməmiş qara istiot atdırasınız boğazına, xırda qara istiot. Atdırasınız boğazlarına və gözləyəsiniz 24 saatları tamam ola. 24 saat keçdikdən sonra cücələri mayalandıra bilərsiniz. Cücələr necə mayalandırılır? Cücələrdə istifadə edəcəyiniz yem mütləq şəkildə 27-28% protein tərkibli yem olmalıdır. Bunu əksər yem mağazalarından tapmaq mümkündür. Diqqət edəcəyiniz sadəcə yemin protein səviyyəsinin 27-28% olmasıdır. Yəni cücələrə verilən başlanğıc yemi, Srebris, nə bilim, brolyer, böyütmə, şəkər yemi kimi yemlərdən istifadə etməyin. Mütləq şəkildə bu yem hinduşka start yemi olmalıdır. Protein 27-28% tərkibli olmalıdır. Belə deyək, bir ovuc yemə bir ədəd və yaxud 2 ədəd yumurtanın sarısını tyorkadan keçirdib qata bilərsiniz. 24 saatları tamam olandan sonra bundan bu qaydada mayalandıra bilərsiniz. Sularında istifadə edə bilərsiniz. İlk gün 1 litrə 1 çay qaşığı şəkər tozu. Bunu 2 gündə edə bilərsiniz. 2 gündən sonra artıq yemdən yumurtanın sarısını çıxardırsınız. Tək quru yemdən bəsləyirsiniz hinduşkaları ta ki 1 ayına qədər. Mütləq şəkildə yenə nəzərinizə çatdırıram ki, yemin protein faizi 27-28% olmalıdır. Yəni hər şəkər yemin, cücə yemin alıb hinduşkaya vermək olmaz. İlk gün və yaxud 2 gün sularında şəkərdən istifadə etdikdən sonra onların sularında vitaminlərdən istifadə edirik. Yaxşı olar ki, hərə öz bölgəsində olan baytarlığa yaxınlaşsın. Yeni çıxmış cücələr üçün vitamin istədikdə zaten onlar vitaminlər veriləcək onlara. Ciktronik də ola bilər, enroflaksin də ola bilər. Baytarı bunu dozanı özü sizin üçün təyin edəcək, o qaydada verəcəksiniz. 15-ci gün hinduşka cücələrinə lasotla vaksin etmək vacibdir. Newcastle xəstəliyinə qarşı belə deyək, bu vaksin istifadə olunur. Vaksin damcı yolu ilə gözünə və yaxud burnuna istifadə olunsa daha effektin görəcəksiniz. Sularına qatıb verməkdənsə bu əsas burun və yaxud göz damcısı yolu ilə versəz daha effektiv olacaq sizlər üçün. Lasotla vaksini 15-ci gün, 30-cu gün, bir də 45-ci gün olunacaq. Yəni bu vaksin 3 dəfə verilir. Cücələrə bu bəhs etdiyimiz start yem, yəni 27-28% protein tərkibli olan yem 30 gününə qədər veriləcək. Həmçinin arada qeyd etdiyimiz vitaminlər də sularında istifadə olunacaq. Mütəmadi şəkildə cücələrin yeri havalandırılmalıdır. İstiliyə nəzarət olunmalıdır. Hər 2 həftədən bir 3-4 dərəcə istilik aşağı yenməlidir təqribən. Bunu zaten belə gözlə baxdıqda da bilə biləcəksiniz. Cücələr əgər mütəmadi olaraq lampoçkanın altına yığılırsa, bu yerlərinin soyuq olmasını bildirir. Bir küncə sıxılırsa, üst-üstə çıxırlarsa, bu da yerlərinin soyuq olduğunu bildirir. Yəni cücənin broderdə hazırladığımız yerdə yayılıb yatması, aktiv gəzməsi bu onu göstərir ki, cücələrin artıq yerində istilik dərəcəsi normaldır. Havalandırmaya diqqət etməlisiniz. Gün ərzində su qabları, yem qabları mütləq təmizlənməlidir. Yem daim qarşılarında olmalıdır. Yerlərində işıq söndürmək olmaz. 1 ayına qədər bu qaydada cücələrinizə baxa bilərsiniz. Hinduşka cücələrinin belə deyək, çətin dövrü 2-3 ayına qədər davam edir. Biz indi inşallah digər videolarımızda da vaksinlərlə bağlı, digər yemlərlə bağlı sizə ətraflı məlumatlar verəcəyik.